Bismillah. Demək, həsəd 3 növü var. Belə təqsim edirlər, bölüşdürürlər. Deyirlər ki, birinci qismi odur ki, bir insan bir neməti hansısa bir müsəlman qardaşında və yaxud da hansısa bir müsəlman bacısında görürsə və istər-istəməz onda həmən o şeyin onda olmasını istəyir. O nemət salih həyat yoldaşı da ola bilər, övlad da ola bilər, var dövlət də ola bilər, elm də ola bilər və s. və baxır. Yəni, bu neməti fərqi yoxdur. Əsas odur ki, insan hansısa bir qarşı tərəfdə, öz müsəlman yoldaşında bu nemətlərdən birini görərsə, insan bu 3 təbəqədən birinə, 3 qrupdan birinə daxil olur. Birinci qrup odur ki, görür və istəyir o şeyi. Bu zaman insan əgər həmən qarşıdakı insana, müsəlman qardaşına, bacısına dua edirsə ki, ey Rabbi, həmən onda olan o neməti, fərqi yoxdur, yenə də bəxtlar dediyim şeylərdir, fərqi yoxdur, o nemət nədirsə, Allahım ona bərəkət ver, onu, o ruzini davam edir və mənə də həmən o nemətdən, ondan mənə də ver və yaxud ondan daha artığını mənə də ver. Yəni, burada problemli bir şey yoxdur. İnsan bir neməti müsəlman qardaşında görürsə və onun mislini istəyirsə, bu insanın təbii halıdır və burada problem yoxdur. Lakin ona qarşı deməli, paxıllıq etməlidir və ona dua eləməlidir ki, ya Rabbi, ona bərəkət ver və ondan əgər istəyirsə, desin ki, ya Rabbi, bundan mənə də ver, onda olan o nimətdən mənə də bəxş et. Ona da bərəkət ver, mənə də bərəkət ver. Buna şəriətdə normal yanaşır, insanlıq olaraq bu hamımızın tərəfində var, hamımız istəyirik hər şeyin ən yaxşısını. Buna qibtə deyirlər, bu normal bir şeydir. O ki, qaldı ikinci qrup. İkinci qrup nə edir? Görür müsəlman qardaşında, müsəlman bacısında belə bir neməti və başlayır onun paxıllığını çəkməyə və qınanan hissəsi nədir? Adam istəyir ki, onun əlindən o nemət çıxsın, buna versin, Allah ona versin. Burada çox böyük problem var. Birincisi, Allah qədərlə, Allah o insana verib, sənə verməkdir. Sən artıq necə ki, iblis Adəmə səcdə eləmir və özünü ondan üstün görür və Allahın verdiyi qədərə razılaşmır. Sən də bu cəhətdən artıq iblisin bir xislətini qazanmış olursan. Onun etdiyi və onun getdiyi yolla gedirsən və qədərə etiraz edirsən. Halbuki sən imanın gərəyi, imanın altı əsasından biri qədərlə, Allahın yazdığı bizdə qədərlə ondan razılaşmalısın. Buna görə bu insan ki, deyir ki, ya Rabbi, onun əlindən al, mənə ver, bu artıq pis həsəd formasıdır, bu paxıllıqdır, bu qınanır. Təbii ki, alimlər bundan çəkindirirlər və insan həmişə düşünməlidir ki, əgər qarşıdakı insana, müsəlman qardaşıma, bacıma o niməti veribsə, deməli, ondan nəyisə də alıbdır. Heç kim %100 həyat yaşamır. Bu sınaqlı imtihanlı dünyada Allah hər kəsdən onun imanı qədəri ilə, hansısa bir şeylərlə, hansısa belə deyək, nimətlərlə sınağa çəkir. Kimisə övlad sınağa çəkir, kimisə həyat yoldaşından sınağa çəkir, kimisə xəstəliklə, kimisə var dövlətlə, yəni kasıbçılıqla, kimisə canda əziyyət çəkir, xəstəliyi var özünün və yaxud da yaxınlarını itirir. Yəni, Allah bir kəsə bir şey verirsə, hansısa bir şeylə onu imtihan edir və sənin ondan xəbərin yoxdur. Ona görə əlində olan nimətlərə şükür et və Allahın bu ayəsini həmişə yadında saxla. Lə şəkərtum lə əzidənnəkum. Əgər siz şükür etsəniz, mən sizə olan nimətlərimi artıraram. Şükür elə, olduğun vəziyyətə görə əlhamdülillah denən və Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisinə görə də özünüzdən aşağıya baxın, dünyavi nimətlərlə. Heç vaxt özündən yuxarılara baxma ki, filan kəsin filan şey də var, filan şey də var, filan şey də var. Əgər bu məntiqlə yanaşsan, heç vaxt Allahın şükür edən qullarından olmayacaqsın təbii ki. Və necə ki, belə bir rəvayət olunur ki, alim çıxardır ağ vərəqi, ora bir nöqtə qoyur. İnsan tələbələrindən soruşur ki, nə görürsünüz? Deyir ki, biz nöqtə görürük orada. Deyir ki, siz necə də qəribə insanlarsınız, necə də qəribə, belə deyək, belə qəribə bir hərəkət edirsiniz. Orada o boyda ağ vərəqi görməyib, yalnız nöqtəni görürsünüz, qara nöqtəni. Biz insanlar da bu şəkildəyik. Allahın bizə verdiyi saysız nimətləri, necə ki, Allah subhanahu ta'ala ayədə deyir, və in təuddu ni'mətəllahi lə tuhsuhə, Allahın əgər nimətlərini sahib hesablamağa çalışsanız, onu sahib qutara bilməzsiniz.
Allah bizə əl-ayaq verib, əlhəmdülillah sağlamlıq verib, din verib, iman verib, yüzlərlə, minlərlə batil firqələrin, dinlərin içindən bizi salih belə deyək, düzgün yola yönəldib, düzgün mənhəz verib. Bu niməti təkcə nə hesablasaq, bu hər şeydən üstündür. Bizə Allah bunu da verib, başqa nimətlər də verib. Lakin biz bunu yox, bəsit hansısa bir, 2, 3, hansısa bir niməti əlimizdən aldığına görə biz Allaha naşükür deyirik. Ona görə hər bir halımızda Allaha həmd olsun və heç vaxt özünüzü hesab etməyin ki, siz bundan daha artığına layiqsiniz. Əksinə, Allahın sadəcə olaraq bir neməti olaraq əlinizdə olan nemətləri fikirləşin. O bizim ibadətlərimizə görə yox, əksinə, sadəcə olaraq Allahın bizə rəhmətindən dolayı onlar verilibdir. Yoxsa ki, biz ibadətlərimizlə görən bu iki gözümüzün haqqını belə vermirik. Necə ki, bu arada məşhur bir rəvayət də var. Bir abid ibadət edir 60 il ya 70 il. Sonra Allah ondan soruşur ki, sənə rəhmətimlə mi müamilə edeyim, yoxsa ibadətimlə mi? O da öz ibadətlərinin arxayın olaraq deyir ki, ibadətimlə. Və bunun qarşılığında Allah onun iki gözünü, tərəzinin bir gözünə və ibadətlərini bir gözünə qoyur. Allahın iki gözünün niməti daha ağır çəkir. Və insan cəhənnəmə gedərkən artıq başa düşür öz səhvini və anlayır ki, o yalnız ibadətlərinlə heç iki gözünün haqqını vermir. Və necə ki, Davud əleyhissalam da gözəl vurğulayır, deyir ki, ya Rabbi, səni necə şükür edeyim ki, mənim bədənimdəki hər bir tük iki dili olsa və gecə-gündüz şükür etsə, yenə də sənin haqqını verə bilməzlər. Çünki sənin şükrünü etmək, sənə həmd etmək özü də ayrıca bir şükür tələb edir. Ona görə biz heç bir halda Allahın bizə verdiyi nimətləri nə sahib qutara bilərik, nə də onun haqqını verə bilərik. Odur ki, özümüzdə olan nimətlərə şükür etməliyik, qarşı tərəfə də deməli, həsəd etməli deyilik, qarşı tərəfə qarşı nifrət, kin eləməli deyilik. Bu da ikinci qrup idi, hansı ki, alimlər deyirlər ki, bu həsəd, paxıllıq məhz bu insanı necə ki, odu yandırır, yəni alov odu yandırır, taxtanı yandırır, eləcə də insanın salih əməllərini beləcə yandırır. Çünki insan paxıllıq edir və başlayır qeybət eləməyə, başlayır onun arxasınca danışmağa və pis zənnlər edir və s. və laxır. Bunlar hamısı insanın həsənətlərini aparır və özünü məhv edir insan içəridə. Və necə ki, alimlər də deyir ki, əgər od yandırmağa bir şey tapmırsa, öz-özünü yeyir. Və insan da içəridən eləcə öz-özünü yeyir, necə bizdə də el arasında deyirlər, sirkə nə qədər tünd olarsa, o qədər öz qabını çatdadar. Ona görə bu həsəddən də Allaha sığınırıq. Yəni, ikinci qrup olmaqdan. Üçüncü qrup isə lap dəhşətlidir. Alimlər deyirlər ki, bu lap pisdir, lap betərdir ikinci qrupdan. O insan deyir ki, onda olan, ikinci qrup deyir ki, onda olan niməti ondan al, ver mənə. Üçüncü qrup isə betərdir, deyir ki, ondan o niməti al, mənə verməsən də olar. Yəni, bu dərəcədə o adam paxıllıq edir, həsəd edir. Necə ki, belə bir rəvayət edirlər. Deyirlər ki, 2 nəfər səfərə çıxır, biri o birisinin paxıllığını çəkəndir, həsəd edəndir. Deməli, səfər zamanı maşını xarab olur və düşürlər və bu zaman onların qarşısına yol kəsənlər çıxır və deyirlər ki, biz sizin hər şeyinizi alırıq və sizi öldürəcək. Lakin rəhmət olaraq sizə hərənizin bir arzunuzu yerinə yetirməyə imkan verir, icazə verir. O dəqiqə deyirlər ki, bizi buraxın filan. O deyir ki, yox, buraxmaq olmaz, ancaq başqa bir, hansısa bir arzunuzu deyin. Həsəd edənə soruşurlar, o paxıl olan dostuna, deyirlər ki, sən nə istəyirsən? Deyir, yox, məndən yox, dostumdan soruşun. Dostunu qabağa verir, dostu nə deyir? Deyir ki, nə istəyirsən? Deyir ki, mənim bir anam var, mən istəyirəm onunla danışım həyatımda sonuncu dəfə və ondan vidalaşım. Deyir, yaxşı, problem deyil, sənə bu fürsəti verəcək. İkincisindən soruşurlar, deyirlər, sən nə istəyirsən? Deyir ki, mən istəyirəm ki, o anasından danışmasın. Yəni, burada artıq insanın nə qədər paxıl olduğunu ortaya çıxardır ki, sənin də hansısa bir yaxının var, dostun var və yaxud da ki, istədiyin bir insan var. Sən də öz istədiyin insanla danış. Ancaq insanın nə qədər paxıl, həsədkar olduğunu ortaya çıxardır ki, o istədiyi şeyə çatmasın, mən çatmasam da olar. Yəni, əsas odur ki, o niməti əldə eləməsin. Yəni, bu da üçüncü qism insan idi. Allah bizləri ikinci və üçüncü qism olmaqdan qorusun. Bizləri
öz müsəlman bacılarına, qardaşlarına qarşı həmişə rəhimli olmağı, onlara dua edən, mərhəmət edən, onların xeyrini istəyən, onlara həsəd etməyən qullarından eləsin. Həmçinin də problemlərdən də biri odur ki, biz insanlar adətən həsəd eləməyə özümüz səbəbkar oluruq. Yəni kimisə bizə paxıllıq etməsinin bəlkə də səbəbkarlarından biz özümüzük. Birincisi biz özümüzük. Hansısa bir yerə getdikdə insan özündə olan nimətləri başlayır açığa çıxartmağa. Mənim həyat yoldaşım belədir, mənim əlimdə belə imkanlar var. Əgər var dövlət cəhətdən başlayır özündə sadalamağa və yaxud da ki, elm cəhətdən olsun, o demək deyil ki, biz ümumiyyətlə heç bir neməti göstərməli deyilik. Elmimizi lazım olan yerdə işlətməliyik, var dövlətimizi lazım olan yerdə çıxardıb ondan xərcləməliyik və yaxud da ki, lazım olan yerdə lazım şeyləri göstərməliyik. Ancaq bu ona səbəb olmalı deyil ki, hansısa bir çətinliyi, sıxıntısı olan adamın qarşısında, problemi olan qarşısında biz durub onun əksini deməliyik ki, səndə belədir, ancaq məndə əksinə də belədir. Səndə falan şey belədir, ancaq mən, əlhamdülillah, bu şey məndə belə deyil, belədir. Yəni, biz gərək özümüz buna səbəbkar olmayaq. Allah bizləri islah eləsin, halımızı ən yaxşı hala çevirsin, müsəlmanlara kömək olsun, sıxıntısı olan bütün müsəlmanların sıxıntılarını aradan qaldırsın. Amin.